Salam balaca dostlarım. Bugün biz sizinlə duyğu orqanlarımız haqqında öyrənəcəyik. Duyğu orqanlarımız bizə ətraf aləni tanımağa kömək edir. Biz onların sayəsində görürük, eşidirik, hiss edirik, dadırıq və qoxlayırıq. Dad bilmə hissi. Biz dilimizlə dadları hiss edirik. Dad bilmə hissimiz ilə bir şeyin şirin, turş və ya duzlu olduğunu ayırd edə bilirik. Eşitmə hissi. Biz qulaqlarımızla eşidirik. Eşitmə hissimiz ilə bütün səsləri ayırd edə bilərik. İyi bilmə hissi. Biz burnumuzla iyi qoxunu hiss edirik. Qoxu hissimiz bizə yaxşı və pis qoxuları ayırd eləməyə kömək edir. Görmə hissi. Biz gözlərimizlə görürük. Gözlərimiz bizə yaxın və uzaq şeyləri göstərir. Toxunma hissi. Biz əşyalara toxunmaq üçün əllərimizdən istifadə edirik. Toxunma hissi bizə bir şeyin yaş, quru, bərk və ya yumşaq olduğunu deyə bilər. İndi isə gəlin birlikdə oyun oynayaq. Hansının dadını hiss edə bilirsən? Dondurma, telefon, yoxsa lalə? Bəli, biz dondurmanın dadını hiss edə bilirik. Hansını eşidirsən? Bəli, doğrudur. Biz musiqi səsini eşidirik. Hansının qoxusunu hiss edirsən? Bəli, biz gülün qoxusunu hiss edirik. Hansına toxuna bilirsən? Bəli, biz yarpağa toxuna bilirik. Hansını görə bilirsən? Ürək, ay, yoxsa musiqi? Bəli, biz ayı görə bilirik. Hələlik dostlar, videomuzu izlədiyiniz üçün təşəkkür edirəm.